Salamünaleyküm, hər vaxtınız xeyir. Aleykümselam. Patron xidmət inspektoru, polis başlayıcının Kərəm. Necəsiz? Çox sağ olun. Siz necəsiniz? Qərdən tərdir. Sağ olun, sağ Adınız olun. nədir qardaş? Necə? Adınız nədir? Nəyə görə saxlamısınız? Əziz, saxlama səbəbi dairəyə girməyə görədir. Dairəyə girmə və dairədən çıxma qanuna. Dairəyə girmə və dairədən çıxma qanuna. Aha. Hansı maddədə yazılıb? 328.2-ci maddədə yazılıb. Neçə? 328.2-də. 328 nöqtə. Bəli. Hansı Yox, estağfurullah. 38.2 üçüncü maddədə 38.2 yol hərəkəti neçə hansı qanunun yol hərəkəti haqqında qanun 38.2-ci maddə. əzizim, yol hərəkəti haqqında qanunun 38-ci maddəsi, Bəli. 38-ci maddəsində nə yazılıb? Dairəyə sağ zolaqdan girmək olmaz. Yox. Niyə? Dairəyə sol zoladan girib sağ zoladan çıxır. Ayşə, harda yazılıb? O bir dənə zəhmət olmasa maddəsini deyin, mən oxuyum burada. Allah maddəsi yadındadır. Maddəsi yadınızda deyil. Bəs niyə saxlamısınız məni? Yol polisinin patrul maşınında yol hərəkəti haqqında qanun olmalıdır. Xahiş edirəm, həmin qanunu gətirin mənə. Açın, yadınızda deyilsə eybi yoxdur. Ola bilər də insan. Kompüterdə öyrəyir. Bəli. Ona görə xahiş edirəm, həmin kitabı gətirin göstərin. Məndə də var qanun. Açıram. 38-ci maddə velosipedçinin vəzifələridir. Mən velosipedçiyəm. Bir dəqiqə üzr istəyirəm. Hara gedir? Yox. Bildim. Ola bilər. Bir dəqiqə üzr istəyirəm. Inspektor.